Artıq Azərbaycanda cahillik və yaltaqlıq pikətdə çatıb. Mən bunu biyaqları görəndə inanın ki, şok oldum. Ay başa deyirəm, yaxşı bu namaz qılır, nə bilim Quran oxuyur, neynir, lap yaxşıdır, müsəlmandır da, bu elə bir günə ki, bunun borcudur. Buna niyə görə ilahiləşdirirlər? Buradan da ki, Bala Heydərə müraciətim var. Bala, sən namaz qılırsan, oruç tutursan, ben anladıq, başa düşdük, müsəlmançılığın qayda qanununa riayət edirsən, bala. Onları hansı evdə tutursan, hansı evdə sən başıvı mühürə vurursan, hansı evdə Quranı qarşıva qoyursan, korrupsiya ilə, nə bilim, rüşvətlə olan bir evdə. Sən bir dəfə atundan soruş deyilən ki, ay papa, ay mama, axı bu ölkəni siz idarə edirsiniz. Ay papa, ay mama, insanlar pis gündədir. Niyə görə uşaq pulu vermirsən? Niyə görə pensiyaçıların yaşın bir uzuna şappaşırıb qaldırırsan? Niyə görə sənin qazilərimizə 80 manat pul kəsmirsən? Niyə görə şəhid ailələrinə kömək eləmirsən? Kasıblara kömək eləmirsən? Bunları sən niyə onlardan soruşmursan? Sən niyə onlardan tələb eləmirsən? Axı, onlara səndən başqa ikinci təzyiq edən bir kəs ola bilməz. Çünki sənin tək oğulsan, ona görə də ki, dediyin olur. Deyirsən ki, mən hacıyam. Getdin, Allah canı sağ eləsin, hərbi xidməti də keçdin. Həmin hərbi xidməti keçəndən sonra bizdə müharibə başladı da, düzdür bala? Sən niyə görə müharibəyə getmədin? Niyə getdin Dubayda, orada, burada kef elədin? Sən də gedirdin də, axı sən oranı bitirdin, hərbiçisən, hərbiçi kimi də getməliydin. Çünki özdəki Timboli Təhlükəsizlik Komitəsində xidmət eləmişdin. Gedirdin də, qıqa, bəs niyə getmədin? Demək, deyirlər ki, fərqlənmə ilə məktəb qutarmısan. Nə lap yaxşı, Heydər Əliyev liseyini fərqlənmə ilə qutarmısan, qaqa. Bəs o fərqlənmə ilə qutardığın o liseydə elə bir müəllim var idi ki, kişiliyi çatıb sənə 4 yazsın. Sən fərqlənmən odur da, universitetdə A da universitetidir, Papun universiteti, Babun universiteti. Ona görə deyirəm ki, uşaqların hamısını sizin ailə yaman günə qoyub. Uşaqların hamısına narkomanlıq, fahişəlik, o biri, bu biri. Yəni, dövləti idarə eləməməkdən irəli gəlir. Bunların hamısını pis günə qoyan kimdir? Soruşmursan ki, ay papa, niyə görə bu uşaqları bu günə qoyursunuz? Axı, sən namaz qılırsan, sən oruç tutursan, sən Allah adamısan. Bunları soruş da. Soruş ki, ay mama, niyə görə sən sağın, solun hamısı rüşvətxordur? Niyə görə sənin o açdığın mərkəzlərdə pul yığırlar? Kasıb uşaqları üçün niyə mərkəz açılmayıb? Baxı, Heydər Əliyev fondu, xalqın fondudur. Sən görürsən ki, öz QHT-ləri pulları tappatarap yığır, başqa QHT-lərə pul gəlmir. Gələndə gərək Ədliyyə Nazirliyinə gedib oradan kağız almalıdırlar. Qaqa, bunların hamısına sən özün soruş ki, sənə hər halda düzünü deyərlər. Ondan sonra onlarla ölçü götür, sonra da ki, başda günə şeytana daş atmışam de, şeytana Allah haqqı gedib 5.000 dollar, 10.000 dollar verib, o şeytanı orada daş atmaq lazım deyil. Azərbaycanda həccə getmək istəyən Diyansın Milli Məclisin qabağında vursun, daş atsın Milli Məclisə. Allaha and olsun, gör neçə dənə şeytan oradan çıxacaq. Ona görə Allahın köməkliyi ilə mən yenə də deyirəm ki, Azərbaycanda heç bir həcciyə inanmıram. Azərbaycan həccilərinin hamısı reklamdır. Bunların hamısı özlərini elə aparırlar ki, güya ki Allah adamıdır, amma bunların canında, həyatlarında Allaha qarşı heç bir nə hörmət var, nə bir şey var. Sadəcə elə bir ucuz malların reklamıdır. Yəni ki, necə ki, paraşokları, soskaları, moskaları reklam edirlər. Toçunu bunlar da onun kimi verirlər, ucuz malın reklamı olur. Yaxşı malı kim reklam eləyər, qaqa? Heç kim reklam eləmə. Sən də çalış, özü reklam elətdirmə. Və sən görmürsən ki, yanında əylənlər, Əli Əsadov o boyda baş nazirdir, səni görəndə az qalır, əlindən, ayağından öpsün. Ona görə də ki, Papon danışdıqlarını dinləyinə görə Azərbaycanla... Diktatura hökm sürür. Bu, qaçılmaz faktdır. Siyasi oponentlər təqib olunur, həbs olunur. Konstitusiyaya qanunsuz dəyişikliklər edilir.
Deməli, hakimiyyət bölgüsü tamamilə pozulub. Qanunvericilik hakimiyyəti, icra hakimiyyəti, bu diktatura möhkəmlənir. Və eyni zamanda məhkəmə hüquq sahəsi artıq bir adamın əlindədir, bir alət. Və korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlıq, onun yaxın qohumları, onun ətrafı bir rüşvətxorluq rəmzinə çevrilir. Ləvi xarakter alır. Zəngin iş adamlarına qarşı cinayət işləri açılır. Sonra da onlar məcbur edilir ki, onlar bir fond yaradıblar. O pulları götürsünlər fonda, o fonddan da bunlar çəkilir, mənimsənilir. Bax qaqa, papağın dediklərinə qulaq asqından dərs götürgünəm mən balam. Özü az reklam elətdirgünəm. Vallahi yaxşı mala reklamın ehtiyacı yoxdur. Ona görə inşallah papın güllə sən bacararsan. Allahın köməkliyi ilə.